Kardeşim, kardeşim, sen ey semadaki bəxtinin ulduzu sönenim, ey sessiz Allah'a dönenim, dönenim. Sustu dilim, sen giderken bu cahandan arka bilim, sen giderken bu cahandan söndü benim, sen giderken bu cahandan. Ne derdi gemli andı bu ilahi, çok ağır imtihandı bu ilahi. Mezara kardeşim koyuldu eyvah, yürek yanır cavandı bu ilahi. Ömrün aziz çağı benim, yıktı cavan dağı benim. Ömrün aziz çağı benim, yıktı cavan dağı benim. Geminden aleme, alem feryadım ucalır. Rengim bak görmeyecek saralır, saralır. Allah rahmet eylesin. Bizim buraya yığışmamızın məqsədi budur ki, rəhmətli Sərvan, yani adı sahipti, biz elə uşaqlıqdan Sərvan deyim. Sahibin elə bir 32-ci il dönümüdür. Hem de onun 55 yaşı, Lübleyin yaş günüdür. Allah rahmet eylesin. Allah gani rəhmət eylesin. 1993 yıl April ayının 23'ünde rəhmətə gedibdir. Salamünaleyküm. 3. ilin April ayının 23'ünde şəhid olubdur. Allah gani rəhmət eylesin. Çox ürəkli döyüşçü olubdur. Yani cəsur döyüşçü olubdur. Qorxu ülkü bilməyibdir. Allah bir daha gene rəhmət eylesin. Hem de 32 ildir rəhmətə getdiyi 55 yaşı tamam oldu. Yani 23 yaşında şəhid olubdur. Allah gani rəhmət eylesin. Bütün şəhidlərimizə rəhmət eylesin. Nereden o vaxtı əskərliyə gedəndə getdi, yaxın yerdi, deri Ağdama düşdüm, düşdü Ağdamın kəndinə, heyli müharibə oldu, müharibə başladı. Bayaq dediyim kimi, geldim xəbər geldi ki, aparırlar Bakıya. Orada da Bakıda elə müalicə biraz elədilər. Geldi bura, qılçasının biri kırılmıştı, çəlikli geldi evimizə. Buradan geldi, tərtərə getdi, əynə, bəyənə falan 5 mekan. Bax onunla o rəhmətə getdi. Allah bütün ölenlere rəhmət eləsin, bütün o şəhidlərimizə. Mən də ayrı şeyə baxmıram, o televizora baxıram, axşam ilham Allah dəyməsin. Elə şərait yaradı o vayenlilərə. Başıma dönüb. Sənin də ölenlerin Allah rəhmət eləsin. Çok. Kardeşim çok iyi bir oğlan idi. 20 yaşlıydı. O kadar eli büyük bir oğlandı. O kadar hürmet kazanmıştı gözüne. 1989'da askere gitti. 91. yılda geldi. Erbi hizmete. Ondan sonra Hocalı Fazilesi'ne Könüllü gitti. 2091. yılda gitti. 2092'de gitti. 2093'de şehit oldu. April 23'ünde. Allah rahmet eylesin. 20 yaşında şehit edildi. Bugün 55 yılıydı. Ben onu hile görüm. Değişilmeyen Abdül mübarek diyelim kardeşemişe. Toysuz, kanasız. Yeri cennet olsun, gazilerin de canı sağ olsun, onların sebebine bugünkü günde biz böyle yaşayırıq, xoşbəxt yaşayırıq. Azərbaycan xalqının da bu Zəfər bayramı münasibətilə Tərtər cəmaət adına təbrik edirəm. İlham Əliyev prezidentimizin də Allah canını sağ eləsin. Dəmir yumruq həmişə möhkəm, polad kimi möhkəm olsun. Canı da sağ olsun. Amin. 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 Allah rəhmət eləsin.
Bütün şehitleri de Allah Amin. can Sizin sağlığı. şehitlerimiz Allah rahmet eylesin. Mekanlar cennet olsun.